Xlorun kütləsini oksigen kütləsinə asıq qrafiki verib bizdən formuldakı x, y cəmini soruşur. Belə bir düsturumuz var bizim. X bölü y bərabərdir. Mx bölünsün ayır x. M y böl ayır y. O da bərabər mx 14 onda 2'ni bölsən 35 onda 5'ə xlorun ayırına 22 onda 4'ü də bölürsən 16'ya. Buradan da burada ixtisar gedən beləcə 0,4 16 ilə bu olacaq 0,1 onda 4. O da 0,4 1 onda 4. O da ixtisar gedəndə 2'yə 2 7. Söhbət gedir sek xlor 2 o 7'dən. 2 ilə 7'nin cəmini soruşur. O da eləyəcək 9. Cavabımız A variantı.